Öyle. Elime buradır. Çoxdandır Roş ilə tanışam və hər dəfə bir yerdə oturanda mənə balım nə oldu deyə soruşurdu. Bir gün dostlardan biri zəng edib dedi ki, Roş kafedə oturub öz balını gözləyir. Dedim, yaxşı, gözləsin gəlirəm. Elə də oldu. Mən də sevilən ballardan bir banka götürüb ora getdik. İçəri girdim və Roş əlimdəki balı görəndə arzularının gerçəkləşdiyini artıq dərk etmişdi. Üzü gülümsəyirdi. Sanki bu bal onun həyatını dəyişəcəkdi. O qədər keyfiyyətsiz ballar yeyib aldanmışdı ki, balın dadına baxmağa belə cürət etmirdi. Qorxurdu ki, bu bal onu zəhərləyə bilər. Nəsə keçək əsas məsələyə. Balı Roşa verdim və o da sanki baldan başı çıxırmış kimi balın keyfiyyətini yoxlayacağam. Dərhal su gətirin mənə dedi. Dedim, yoxla, amma bir şərtim var. Sonra o üsulu mürəbbə üzərində də tətbiq etsən, eyni nəticəni alacaqsan. Təəccüblə mənə baxaraq doğrudan dedi. Mən isə ona izah etdim ki, qardaş, bu yanlış üsuldur. Belə üsullara aldanma. Balın keyfiyyətini yalnız laboratoriya təsdiq edə bilər. Uzun söhbətdən sonra sonunda qərara gəldik ki, təəssüf ki, Roşun baldan başqa hər şeydən başı çıxır.